1. Frederick Barbarossa 1122-ci ildə Gertsik ailəsində anadan olmuşdu. 1147-ci ildə 2-ci səlib yürüşündə iştirak etdi. Cəsarəti və cəngavərliyi ilə uğur qazandı, adı dillərə düşdü. Dayısı Alman kralı öldükdən sonra 1152-ci ildə taxta oturdu. 1155-ci ildə İtaliyaya yürüşə yollandı, Romanı fəth etdi. Qələbədən sonra Roma İmperadoru adı aldı. Elə ləqəbini də İtaliyada qazandı. Barbarossa İtalyan dilində qırmızı saqqal deməkdir. 1156-cı ildə evləndi və 11 övladı doğuldu. 1180-ci ildə Saladinin Qüds şəhərini tutmasını eşidib 3-cü səlib yürüşünə hazırlaşdı. 1190-cı ildə indiki Türkiyənin Kilikiya ərazisi yaxınlığında Səlif çayını keçərkən atdan yıxılıb çayda boğuldu.